Yeni tədris ilinə hazırlıq çərçivəsində paytaxtda təhsil müəssisələrinin yenilənməsi də davam edir. Məktəb və uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı yeni təhsil ocaqları tikilərək istifadəyə hazırlanır. Yeni tədris ili ərəfəsində Bakı şəhər üzrə təhsil idarəsinin tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri davam edir. Hazırda 3 məktəb yenidən tikilir, 1 məktəb və 3 uşaq bağçasında isə əsaslı təmir işləri aparılır. İşlərimiz bir aydır başlayıbdır. Noyabrın axırına, dekabrın 15-nə inşallah çalışıb təhvil verəcəyik. Tam işləri bu dəqiqə mövcuddan başlayıbdır. Ondan sonra keçmiş içərinin sıvaq sistemləri hamısı qopur. Santexnik təmiz sökülüb, santexnik işləri görülür. Keçirik elektrik işlərinə. Elektrik işləri də hamısı sökülübdür, təzədən yenidən çəkilir. Təhsil müəssisələrində görülən işlər bununla məhdudlaşmır. Paytaxtın müxtəlif ərazilərində köhnə məktəblər yenidən tikilir, eyni zamanda yeni təhsil ocaqları da inşa olunur. Yeni tikilən məktəblərdən biri də Xocasən qəsəbəsində yerləşir. 1200 şagird üçün nəzərdə tutulan bu məktəbin tikintisi artıq son mərhələdədir. 2024-cü ildə təməli qoyulan və 5 korpusdan ibarət məktəbin bu il şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur. 2025-2026-cı tədris ili ərzində isə 4 məktəb və 2 uşaq bağçasında yenidən qurma işləri yekunlaşdırılaraq istifadəyə verilib. Bundan başqa əsaslı təmirdən çıxan daha 5 məktəbə qədər təhsil müəssisəsi də fəaliyyətini bərpa edib. Rauf Məmmədov, Fəzal Kəmalov, ASTV Xəbər.